2 dənə sürətli Sigma lifti qalxır mənzilə. Mənzil 28 mayda metronun bir addımlığındadır və 28 mola Nəsimi rayon polis idarəsinin tam yanındadır. Binanın arxa tərəfi Nəsimi rayon polis idarəsidir. Girişdə belə studiya, mətbəxdir və sanitar qovşağımız. Bu hissədə sanitar qovşağımız. Təmirdən yeni çıxıb. Burası studiya, mətbəx hissəsi, qaz sobası və burada belə bir yataq otaqları var. Biz binanın 8-ci mərtəbəsindəyik. Burada da yenə belə bir yataq otağı. Mən sizə buradan bir dənə bir şey göstərmək istəyirəm. Baxın, burada deməli mən sizə orientasiyanı daha yaxşı verə bilmək üçün belə göstərim sizə. Baxın, o Azadlıq prospektidir, yol. Maşınlar gəlir ha. Azadlıq prospektidir. Araz market, Bravo marketin yanındadır. O da o binada Nəsimi rayon polis bölməsidir. Buradan da addımladım, biraz aşağı düşdüm. 28 may metrosudur. Əziz dostum, mənzilin qiyməti start 305 min manatdır. Kvadratı 80 kvadratdır. Mərtəbəsi 8-dir. 2 sürətli Sigma liftlər qalxır. Həyətində qəşəng istirahət zonaları yaradılıb. Və siz bu mənzili alsaz, çox cüzi bir xərc çəkib, yəni taxt yataqlardır, televizordur, xaladenik paltaryon maşını. 7-8 min manat xərc çəkib 1500 manata icarə verə bilərsiniz. Verə bilməsəz mənə zəng edin, mən gəlim verim. Xarici Dillər Universiteti yanında, 232 saylı məktəb yanındadır. Ətraflı məlumat üçün zənglərinizi gözləyirəm. 050 654 91 57 zəng və WhatsApp aktivdə özünüzlə müğayət olun.